Birinci qrup ümumi sınaq 14. Birinci sual. X çıxılsın 2 üstü 7 binomunun açılışında binomial əmsalların cəmini tapın. Binomial əmsalların cəmi 2 üstü n-ə bərabərdir. Burada n 7 olduğuna görə binomial əmsalların cəmi 2 üstü 7 bərabərdir 128 A variantı. İkinci sual. Bərabərsizliyin tam əllərinin sayını tapın. Burada 2x çıxılsın 6 üstü 3-də 1 kiçikdir 2. Əvvəlcə dəyişən mümkün qiymətlər çoxluğunu yazaq. 2x çıxılsın 6 böyükdür, bərabərdir 0 olmalıdır. Və verilmiş bərabərsizliyin hər iki tərəfini kuba yüksəldək. 2x çıxılsın 6 kiçikdir 8. Bunlar eyni zamanda ödəndiyinə görə bir sistemin içində yazıb həll eləməliyik. Buradan alırıq ki, x böyük bərabər 3, ikincidən x kiçikdir 7. Deməli, bərabərsizliyin həlli olacaq 3, 7 yarım intervalı. X daxildir. 3, 7 yarım intervalına. Bərabərsizliyin tam əllərinin sayını soruşur. Tam əllərinin sayı 7 çıxılsın 3 bərabərdir 4 tam həlli var. Düzgün cavab D variantı. Üçüncü sual. Kompleks ədədinin qoşması -7 üstünə gəl 5-i olarsa m-in hasilini tapın. Kompleks ədədinin qoşması 2m çıxılsın 3 üstünə gəlinsin n üstə gəl 2 i-nin qoşması bərabərdir z üstü xət bərabərdir. Deməli 2m çıxılsın 3 çıxılsın n üstə gəl 2 i. Və şərtə görə bu -7 üstünə gəlsin 5-i kompleks ədədinə bərabərdir. Kompleks ədədlərin bərabərlik şərtinə görə 2m çıxılsın 3 -7-yə -n çıxılsın 2 5-ə bərabər olmalıdır. Buradan 2m bərabərdir -4, n bərabərdir -2, -n bərabərdir 7, n bərabər -7. M-in hasili soruşulur. M-in hasili bərabərdir 14. Düzgün cavab Y variantı 3-cü sualda. Dördüncü sual. Verilmiş funksiyanın təyin oblastına daxil olan tam ədədlərin cəmini soruşur. Birinci, loqaritmik funksiyanın əsası x çıxılsın 5 fərqli olmalıdır 1-dən və müsbət ədəd olmalıdır. Kəsrin məxrəci 7-dən fərqli olmalıdır. Yəni x çıxı 7 kəsrin məxrəci 0-dan fərqli olmalıdır. X 7-dən fərqli olmalıdır daha doğrusu. Daha sonra kökaltı funksiya var. Kökaltı funksiyada böyük bərabərdir 0 olmalıdır. Amma loqaritmanın arqumentində verildiyinə görə bərabərlik şərti ödənmir. 10 çıxılsın x böyükdür 0 şərti ödənməlidir. Alınmış bərabərsizlər sistemini həll eləyək. Deməli, birincidən x fərqlidir 6, ikincidən x böyükdür 5, üçüncüdən x fərqlidir 7 və x kiçikdir 10 alınır. 5, 6, 7 və 10-u qeyd eləyək. X kiçikdir 10, x 7-dən fərqlidir, x böyükdür 5, daha sonra x fərqlidir 6, x 6-dan fərqlidir. Deməli, bərabərsizliyin həlləri çoxluğu oldu 5, 6, 6, 7 və 7, 10 aralığı. 5, 6 birləşir 6, 7 birləşir 7, 10 aralığı. Bu aralığa daxil olan tam ədədlərin cəmi soruşulur. 5, 6 aralığında tam ədəd yoxdur. 6, 7 aralığında
tam ədəd yoxdur. 7-10 arasında tam ədədlər 8 və 9-dur. Bunların da cəmi 17-yə bərabərdir. Düzgün cavab A variantı. 5-ci sual. -3, 4 fx dx bərabərdir 5 olarsa, -3-dən 4-ə kimi 7 vurulsun fx, üstünə gəlsin 3 dx inteqralını hesablayın. Bu inteqralı hesablamaq üçün əvvəlcə -3-dən 4-ə kimi 7 vurulsun fx, üstünə gəlinsin 3 dx ifadəsini parçalayaq. -3-dən 4-ə kimi 7 fx dx üstünə gəl, -3-dən 4-ə kimi 3 dx yazmaq olar. Bu da bərabərdir 7 keçir integral qarşısına fx dx üstünə gəl, -3-dən 4-ə kimi 3 dx bərabərdir. -3-dən 4-ə kimi fx dx 5-ə bərabərdir, şərtdə verilib. Üstünə gəl, -3-dən 4-ə 3 dx hesablasaq 3x -3-dən 4-ə kimi bərabərdir 35, üstünə gəlsin 3 vurulsun 4 çıxılsın -3 bərabərdir 35, üstünə gəlinsin 3 vurulsun 7, 35 üstünə gəlinsin 21 bərabərdir 56. A variantı olacaq. 6-cı sual. Funksiyasının böhran nöqtələrinin cəmini tapın. Funksiyanın böhran nöqtəsi törəmənin 0-a bərabər olduğu və ya törəmənin olmadığı daxili nöqtələrdir. Burada funksiyanın törəməsinin olmadığı daxili nöqtə yoxdur. Ona görə də bütün böhran nöqtələri törəmənin sıfırları arasında axtarmaq lazımdır. 3x kvadrat çıxılsın 5-i 0-a bərabər eləsək, buradan alarıq x kvadrat bərabərdir 3-də 5. Bunun böhran nöqtələri müsbət və mənfi 3-də 5, kök altında 3-də 5 daha doğrusu olacaq. Bunların da cəmi 0-a bərabərdir. Düzgün cavab eləyəcək B variantı. 7-ci sual. AB 23C 4 rəqəmli ədədi 4-ə bölündükdə 4-ə bölünən ədəd olarsa ABC cəminin ən kiçik qiymətini tapın. 4-ə bölünən ədəd olması üçün sonuncu 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə tam bölünməlidir. Sonuncu 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünməsi üçün ola bilər 32, daha sonra 36, 32 və 36 ola bilər. Son 2 rəqəm. ABC cəminin ən kiçik olması üçün qalan 2 rəqəm, yəni A və B-ni mümkün qədər kiçik götürməliyik. A və B-ni mümkün qədər kiçik, A-nı 1, B-ni 0 götürə bilərik. O da ikinci halda, yəni axırıncı 2 rəqəm 32 olduqda AB demək A-nı 1, B-ni 0 götürsək, mümkün olan ən kiçik A bərabərdir 1, B bərabərdir 0, C bərabərdir 2 olduqda mümkündür. Və bu da ABC cəmi də 3-ə bərabər olar Y variantı. Diaqonalları 4 və 5 olan dördbucaqlının sahəsinin ən böyük qiymətini tapın. Dördbucaqlının sahəsi, əgər dördbucaqlının sahəsinin ən kiçik olması soruşulursa, onda bu dördbucaqlının qabarıq dördbucaqlı olmalıdır ki, sahə ən böyük olsun, daha doğrusu. Ən böyük olması üçün də qabarıq dördbucaqlının diaqonalları bir-birinə perpendikulyar olmalıdır. Çünki S bərabərdir 2-də 1, D1, D2 sinus alfadırsa,
alfa diaqonalları arasındakı bucaqdır burada. 2-də 1, D1, 4, D2, 5 sinusdan maksimum 90 dərəcə olduqda 1-ə bərabərdir. Ona görə də cavab eləyəcək 10. Sahənin ən böyük qiyməti 10 olacaq. Cavab A variantı. 9-cu sual. Limit x yaxınlaşır 0-a. Kosinus 6x çıx kosinus 2x bölünsün kosinus 5x çıxılsın kosinus 3x. Fərqin hasilə çevrilməsi düsturlarına görə aşağıdakı və yuxarıdakı ifadələri hasil şəklində göstərək əvvəlcə. Mənfi 2 vurulsun sinus 6x çıx 2x bölü 2 yəni 2x vurulsun sinus 4x. Aşağıdakı ifadəni çevirsə eləyəcək mənfi 2 vurulsun sinus 4x vurulsun sinus x. İxtisarları aparsaq alınar limit x yaxınlaşır 0-a. Sinus 2x böl sinus x. Bu da 2-yə bərabərdir. Görkəmli limitdən alınan nəticəyə görə düzgün cavab olacaq C variantı. 10-cu sual. X kubu çıxılsın 6x kvadrat üstünə gəl 9x kiçik bərabərdir 0 bərabər silinir. Mənfi 2, 5 parçasına daxil olan tam əllərinin sayını tapın. Buradan x-i mötərizə xaricinə çıxarsa qalar x çıxılsın 3-ün kvadratı kiçik bərabərdir 0. İntervallar üsulu ilə və yaxud x çıxılsın 3-ün kvadratına bölməklə x çıxılsın 3 fərqlidir 0 şərti daxilində həll eləmək olur. İntervallar üsulu ilə həll eləyəcəyim mən. Deməli, sol tərəfdəki ifadənin sıfırları 0 və 3-dür. Hər ikisi daxildir. 3 təkrar kök olduğuna görə onun hər iki tərəfində işarə eyni olacaq. 3-ün sağ tərəfindən qiymət qoysaq, müsbət, mənfi, müsbət, müsbət və mənfi olacaq. Kiçik bərabər 0 bizə lazımdır. Kiçik bərabərdir 0 olur. X daxildir. Mənfi sonsuzluq 0 yarım intervalı birləşir 3. Bərabərsin tam əllərinin sayını tapın. Tam əllərinin hansı aralıqdakı tam əlləri soruşur? Mənfi 2, 5. Demək, mənfi 2, 3, 5 və bir də 0 var. 0, 3 və 5. Hamısı daxildir. Mənfi 2, 5. Mənfi sonsuzluq 0 və bir də 3. Daxil olan tam əllərin sayını tapın. Bura daxil olan tam əllər. Burada mənfi 2, 0 oldu. Bərabərsizliyin həlli. Bu aralıqdakı həlli mənfi 2, 0-dır. Və bir də 3. Mənfi 2, 0 aralığında bərabərsizliyin tam həlli mənfi 2, mənfi 1 və 0. Bir də ki 3. Tam əllərinin sayını tapın. 4 tam əlli var A variantı. 11. Torbada eyni ölçülü 5 qırmızı və 4 qara kürəcik var. Bu torbadan təsadüfən 3 kürəcik götürüldükdə torbada 3 qırmızı və 3 qara kürəciyin qalması hadisəsinin ehtimalını tapın. Torbada eyni ölçülü 5 qırmızı, qırmızı 5 qara 3 kürəcik var. Bu torbadan təsadüfən 3 kürəcik götürüldükdə torbada 3 qırmızı və 3 qara kürəcik qalması hadisəsinin ehtimalını soruşur. 3 qara, 3 qırmızı kürəcik qalması üçün deməli torbadan 2 qırmızı və
2 qırmızı və burada qara kürələrin sayı 4 olmalıdır. Burada səhv götürmüşəm. Deməli, qara kürəciklərdən isə bir dənə götürülməlidir ki, 3 qırmızı, 3 qara kürəcik qalsın. Təsadüfən götürülmüş 3 kürəciyin deməli, ikisinin qırmızı, birinin qara olması ehtimalı şərtdə soruşulan ehtimala bərabərdir. Yəni, kombinezon 9 kürənin arasından 3 kürə seçilir. Bunlardan ikisi qırmızı və biri qara rəngdədir. Bunu da hesablasaq, kombinezon 5 elementdən 2, 5 vur 4 bölünsün 2, 10, 4-dən 1-ə 4, 9-dan 3-ə hesablayaq, 9 faktorial bölünsün 3 faktorial vur 6 faktorial. Bərabərdir yuxarı 40, aşağıda 6 faktorial 9 faktorialla ixtisar getdikdə qalır 7, 8, 9 bölünsün 6. Bir dəfə, 5 dəfə, 2 dəfə, 3 dəfə, deməli 21-də 10. Düzgün cavab C variantı. 12. Nöqtələri verilmişdir. S nöqtəsi AB parçasının orta nöqtəsi olarsa, BC vektorunun komponentləri cəmini tapın. A 5, 2, 3, B 1, 6, -7. S nöqtəsi AB parçasının orta nöqtəsi olarsa, S nöqtəsi AB parçasının orta nöqtəsidir. Onda S nöqtəsinin koordinatlarını tapsaq, A və B nöqtələrinin uyğun koordinatlarının ədədi ortasını tapmalıyıq. Yəni 5 ilə 1-in ədədi ortası 3 bərabərdir bu nöqtənin apsisinə. 2, 6-nın ədədi ortası, yəni 2 ilə 6-nı toplasaq 8, 2-yə bölsək 4 və 3 ilə -7-ni toplasaq 2-yə bölsək -2 olacaq S nöqtəsinin koordinatları. BC vektorunun komponentlərinin cəmini tapın. BC vektoru B-nin koordinatları 1, 6, -7-dir. Onda BC vektorunun komponentlərini tapmaq üçün C-nin koordinatlarından B-nin koordinatlarını çıxmaq lazımdır. 3-dən 1 çıxanda 2, 4-dən 6 çıxanda -2, -2-dən -7 çıxdıqda isə 5 qalır. Bunların cəmi isə 5-ə bərabərdir. Düzgün cavab variantı A. 13-cü sual. Kosinus 8x çıx kosinus 4x bərabər 0 tənliyini həll edin. Kosinus 8x bərabərdir kosinus 4x tənliyi verilmiş tənliyi ilə eyni güclü tənliyidir. Onda 8x bərabərdir müsbət mənfi 4x üstünə gəlinsin 2 pi k. K daxildir tam ədədlər çoxluğuna. Burada iki hala baxaq. Birinci halda daha doğrusu müsbət və mənfi olan halların hər birinə ayrılıqda baxaq. Yəni 8x üstünə gəlinsin bərabərdir 4x üstünə gəl 2 pi k. Bir də 8x bərabər mənfi 4x üstünə gəl 2 pi k. Birinci haldan alınır 4x bərabər 2 pi k. X bərabər pi k böl 2. İkinci halda isə 12x bərabərdir 2 pi k və buradan x bərabərdir pi k bölünsün 6 alarıq. Pi k bölü 2 və pi k bölü 6 həllərindən
biri cavabda veriləcək. Çünki pk bölünsün 6-nın daxilində pi bölü 2-nin misilləri var. Çünki burada bu həll daha ümumi həldir və yaxud bunların əbobunu tapmaqla da cavabı tapmaq olar. Yəni pi bölü 6 k həlli nəzərdən keçirək. Baxın burada k əgər k tam ədəddir. Əgər k tam ədədi 3-ə bölünən tam ədəd olsa, yəni 3n şəklində olsa, burada ixtisar gedəcək pn bölünsün 2 həlləri. Yəni birinci aldığımız həllər alınır. Ona görə də pk bölünsün 6 həlləri pk bölünsün 2 həllərini də öz daxilində saxladığına görə ümumi həll olacaq pk bölünsün 6. Düzgün cavab D variantı. 14-cü sual. X və y-in cəmi 450 dərəcə. Kosinus x bərabərdir mənfi 0,6 olarsa, sinus 2x üstəgəl 3y ifadəsinin qiymətini tapın. Bu ifadədə 2x üstəgəl 3y-in əvəzinə, y-in əvəzinə daha doğrusu 450 çıx x yaza bilərik. 450 çıxılsın x bərabərdir sinus 2x üstünə gəl 1350 çıxılsın 3x bərabərdir sinus 1350 dərəcə çıxılsın x. Bu da bərabərdir 1350 15 vurulsun 90 deməkdir. Sinus 90 vurulsun 15 çıxılsın x. Bu da bərabərdir 15 dənə 90 dərəcə. 15 dənə 90 dərəcə 270 ilə üst-üstə düşür. 90 vurulsun, elə bil 270 çıxılsın x düşür. 3-cü rübə, 3-cü rübdə sinusun işarəsi mənfi, ad dəyişir, olur kosinus x. Mənfi kosinus x, bu da bərabərdir. Kosinus x-in qiyməti mənfi 0,6 olduğuna görə cavab olacaq müsbət 0,6 B variantı. 15-ci sual. X kvadrat çıx 9x üstəgəl 2 bərabərdir 0 tənliyinin kökləri x1, x2-dir və x1 üstəgəl 7, x2 üstəgəl 4 çıx 3x2 ifadəsinin qiymətini hesablayın. Vurub açaq. x1, x2 7 x2 4 x1 üstünə gəl 28 çıx 3x2 bərabərdir x1, x2 üstünə gəlinsin 4x1 və 4x2 var. 4-ü mötərizə xaricinə çıxardıram. Üstəgəl 28 hesablayaq. x1, x2 Viet teoreminə görə 2-yə. x1 üstəgəl x2 9-a bərabərdir. Bərabərdir 2, 36, 28-in cəminə bu da 66-ya bərabər Y variantı. 16. Həndəs silsilədə B8 çıx B6 bərabər 5, Q bərabərdir 2 olarsa B11 çıx B9 fərqini tapın. B11-in əvəzinə B8 vurulsun Q kub, B9-un əvəzinə B6 vur Q kub yaza bilərik. Buradan Q-nun kubun mötərizə xaricinə çıxarsa B8 çıx B6. Q-nun kubu, yəni 2-nin kubu vur B8-dən B6-nı çıxsa 5.
bərabərdir 8 vur 5, bu da bərabər 40. Cavab olacağı variantı 17-ci sual. Qonşu bucaqlardan birinin dərəcə ölçüsü 17. Qonşu bucaqlardan birinin dərəcə ölçüsü biri alfa, biri beta olsun. Bərabərdir 180. Qonşu bucaqlardan birinin dərəcə ölçüsünü 40 dərəcə azaldıb, birini 40 dərəcə azaltsaq olacaq alfa çıxılsın 40. Digərini isə 3 dəfə artırdıqda digəri olsun 3 beta. Alınan bucaqların dərəcə ölçüləri bərabər olur. Qonşu bucaqlardan kiçiyinin dərəcə ölçüsünü tapın. Onda alfa bərabərdir 3 beta üstünə gəl 40. Bunu birincidə nəzərə alsaq 4 beta üstünə gəl 40 bərabərdir 180. 4 beta bərabərdir 140-a. Beta bərabərdir 35 dərəcə. Beta 35 dərəcədir və kiçiyinin dərəcə ölçüsünü soruşur. Cavab elə 35 dərəcə D variantı olacaq. 18 üçbucağın hündürlüyü 4 və 6 olarsa, üçüncü hündürlüyünü ala biləcək ən kiçik qiyməti tapın. 18 üçbucağın hündürlükləri tərəflərin uzunluğu ilə tərs mütənasibdir. Yəni, böyük tərəfə çəkilən hündürlük kiçik, kiçik tərəfə çəkilən hündürlük böyük olur. Çünki A vurulsun H-a, B vur HB və C vur HC hasili 2S-ə, yəni sahənin ikimisinə bərabərdir. Onda A bərabərdir 2S bölə H-a. B bərabər 2S böl HB, C bərabər 2S böl HC. Bunu üçbucaq bərabərsizliyində nəzərə alsaq, üçbucaq bərabərsizliyinə görə A çıxılsın B-nin modulu kiçikdir, C kiçikdir, A üstə gəlinsin B. Bunları burada nəzərə alsaq, alarıq ki, 2S bölünsün H-a, çıx 2S böl HB kiçikdir 2S bölünsün HC kiçikdir 2S bölünsün HA üstünə gəl 2S bölünsün HB. Bərabərsizliyin hər üç tərəfini 2S-ə bölsək, alarıq 1 böl H-a, çıx 1 böl HB kiçikdir 1 böl HC kiçikdir 1 böl H-a üstünə gəl 1 böl HB. Tutaq ki, H-a və HB 4 və 6-dır. Yerinə yazaq. Onda eləyəcək 4-də 1 çıx 6-da 1 kiçikdir 1 böl HC kiçikdir 4-də 1 üstünə gəl 6-da 1. 4-də 1 ilə 6-da 1-in cəmi 12-də fərqi daha doğrusu 12-də 1 cəmi isə 12-də 5. Onda HC yerləşir 2,4 və 12 arasında. Ala biləcəyi ən kiçik qiyməti tapın. Ala biləcəyi ən kiçik qiymət isə, ən kiçik tam qiymət isə 3-ə bərabərdir. Cavab Y variantı. 19. Hündürlüyü 12 və oturacağının radiusu 2 olan silindr formalı qabın daxilində hündürlüyü 5 sm olan konus elə yerləşdirilmişdir ki, hər iki fiqurun oturacaqları üst-üstə düşüb, boş silindrə tam dolana qədər nə qədər su döymək lazımdır ki, 19-cu sual. Hündürlüyü 12, oturacağının radiusu 2 olan silindr formalı qabın daxilində hündürlüyü 5 olan konus elə yerləşdirilmişdir ki, hər iki fiqurun oturacaqları üst-üstə düşüb. Boş silindrə tam dolana qədər nə qədər su dökmək lazımdır? Şəkildə hündürlüyü 12, oturacağın radiusu 2 olan silindirdir. Deməli, silindrin hündürlüyü 12-dir. Oturacağın radiusu isə 2-dir. Və hündürlüyü 5 sm olan konusun hündürlüyü 5 sm-dir.
Onda biz boş qalan hissənin həcmini hesablamalıyıq. Boş qalan hissənin həcmini hesablamaq üçün ümumi silindrin həcmindən konusun həcmini çıxmalıyıq. Onda V bərabərdir silindrin həcmi pi vurulsun r kvadrat, yəni 2-nin kvadratı vurulsun h 12. Çıxılsın konusun həcmi 1/3 pi vurulsun r-in kvadratı 2-nin kvadratı vurulsun h. H burada 5'dir silindr konusun hündürlüyü. Pi-ni 3 götürsək hesablasaq 3 vurulsun 4 vurulsun 12 çıxılsın 4 vurulsun 5 bərabərdir 144 çıxılsın 20 bərabər 124 santimetr kub. Düzgün cavab A variantı. 20. Müstəvi xaricində verilmiş A nöqtəsindən müstəvi AB perpendikulyarı və AC maili çəkilmişdir. AC maili və AB perpendikulyarı. AB 6-dır. AC mailinin bu müstəvi üzərindəki proyeksiyası 8 olarsa, B nöqtəsindən mailin ortasına qədər məsafəni tapın. B nöqtəsindən mailin ortasına qədər olan məsafəni tapın. Deməli, biz medianı hipotenuza çəkilmiş medianı tapmalı. Hipotenuza çəkilmiş median hipotenuzun yarısı olduğuna görə və hipotenuz 10 olduğuna görə Pifaqor teoreminə görə onda hipotenuza çəkilmiş median 5 olacaq. Düzgün cavab variantı C. 21. Üçbucaqlı DABS piramidasının DA yantili ABS oturacaq müstəvisinə perpendikulyardır. Şəkil çəkək. DA yantili ABS oturacaq müstəvisinə perpendikulyardır. Şəkli yenidən çəkeyim. Birinci sual. Üçbucaqlı DABS piramidasının DA yantili ABS oturacaq müstəvisinə perpendikulyardır. Şəkli çəkək əvvəlcə. Deməli, DA yantili oturacaq müstəvisinə perpendikulyardır. Onda DA AB-yə və AC-yə perpendikulyardır. DA, AB, AC bir-birinə bərabərdir. DA, AB, AC bir-birinə bərabərdir. BAC bucağı 60 dərəcədir. BAC 60 dərəcədir. Onda BC də AB, AC və AD-yə bərabər olacaq. CD 6 kök altında 2-dir. CD 6 kök altında 2-dir. Və şərtə görə bura 90 dərəcədir. A təpəsindəki bütün bucaqlar, daha doğrusu A təpəsindəki 2 bucaq düz bucaqdır. Onda DAC və DAB üçbucaqlarından AD, AC, AB və BC parçalarının uzunluqlarını hər birini 6 olduğunu alarıq. Piramidanın həcmini tapın. V bərabərdir 1/3. S oturacağın sahəsi bərabər tərəfli üçbucağın sahəsidir və bu da A kvadrat kök altında 3 bölünsün 4'dür. Vurulsun hündürlüyü isə 6-ya bərabərdir. Burada ixtisar aparsaq 18 kök altında 3 A variantı alarıq. 22-ci sual. Tənliklər sistemindən X və Y-in cəmini tapın. Verilmiş tənlikləri tərəf-tərəfə toplasaq, X üstəgəl Y-in kubunun açılışı alınar və bu 64-ə bərabərdir. Buradan X üstəgəl Y-i taparıq 4. Düzgün cavab variantı D olacaq. 23-cü sual. Uyğun tərəfləri
5 və 9 olan iki oxşar çoxbucaqlı verilmişdir. Kiçik çoxbucaqlının perimetri 20 olarsa böyük çoxbucağının perimetrini tapın. Deməli, P1 bölünsün P2 bərabərdir A1 bölünsün A2-dir. Tutaq ki, P1 perimetri P1 olan çoxbucaqlı daha kiçik olanıdır. Onda 20 bölünsün P2 bərabərdir 5 bölünsün 9. Onda P2-ni tapsa buradan tənasübdən 36 alarıq. Böyük çoxbucağının perimetri 36 olacaq 23-cü sualda düzgün cavab. 24-cü sual. AB R kök altında 2-yə bərabərdir. Çevrənin mərkəzini qeyd edib vətərlərlə birləşdirək. AB R kök altında 2-dir. Kök altında 2R. CD R kök altında 3-dür. Kök altında 3R. Və bunlar da radius olduğuna görə buradan alırıq ki BOA bucağı 90 dərəcədir. Çünki tərəfləri R kökdə 2R olan bərabər yanlı düzbucaqlı üçbucaqdır. Daha sonra COD üçbucağından da tərəflər R kökdə 3R olarsa bilirik ki bu üçbucağın ən böyük bucağı, yəni kök altında 3R-in qarşısındakı bucağı 120 dərəcə olmalıdır. Onda MCM-də qövsü 120, AN-də qövsü 90 dərəcə olur. Onların dərəcə ölçülərinin cəmi isə 210 dərəcə olacaq. Cavab 24-cü sualda 210. 25-ci sual. A və B çoxluqları üçün NA 5-dir. Euler-Venn diaqramını çəkək. A, B çoxluqları üçün A-nın 5 elementi, kəsişmənin 2 elementi varsa onda ancaq A-ya aid olan 3 element var. B çoxluğunun 4 elementi var. Görürük ki 4 element verilib. Onda 2 elementi A ilə ortaqsa 2 elementi yalnız B-yə daxil olacaq. NA birləşir B bərabərdir 3, 2 və 2-nin cəminə, yəni 7-yə. Düzgün cavab 25-ci sualda 7 olacaq. 26-cı sual. Simmetriya oxu x bərabər 3 düz xətti olan 5x kvadrat üstünə gəl px üstünə q parabolasının təpə nöqtəsi 2x üstə gəl 3 düz xətti üzərində yerləşir. Q-nu tapın. Simmetriya oxu x bərabərdir 3 düz xətti üzərindədir. Simmetriya oxunun apsisi bilirik ki 3 bərabərdir mənfi B bölünsün 2A düsturu ilə tapılır. Yəni mənfi P bölünsün 10. Buradan P-ni tapsaq mənfi 30 taparıq. Təpə nöqtəsi düz xətti üzərində yerləşir. Onda təpə nöqtəsi əgər 2x üstə gəl 3 düz xəttinin üzərində yerləşirsə, biz bunun təpə nöqtəsinin apsisini bilirik 3-dür. Ordinatını tapmaq üçün y bərabərdir 2x üstə gəl 3 düz xəttində yerinə qoyub n-i tapa bilərik. N təpə nöqtəsinin ordinatıdır. 3-ü yerinə qoysaq 3 dəfə 2 6 üstünə gəlinsin 3 bərabərdir n. N bərabər 9-dur. Beləliklə tapdıq ki, verilmiş parabolanın təpə nöqtəsinin koordinatları 3, 9 imiş. Q-nu tapın. Q-nu tapmaq üçün deməli təpə nöqtəsinin koordinatlarından istifadə eləyək. Deməli 5x kvadrat üstünə gəlinsin P-ni biz mənfi 30 tapdıq. Mənfi 30x üstünə gəl Q. İndi 3, 9 nöqtəsini burada nəzərə alaq. 3-ün kvadratı 9, 9 dəfə 5, 45 çıxılsın. 3 dəfə 30, 90 üstünə gəlinsin Q. Q bərabərdir 45 üstünə 9 gəlirik 53. Daha doğrusu 54.
54. Q eləyəcək 54. Demək 26-cı sualda düzgün cavab 54 olacaq. 27-ci suala uyğunluğu müəyyən edin. Birinci 2A çıxılsın 3B üstü 4 üstəgə 7 ifadəsinin ən kiçik qiyməti aldıdır. Əgər bu ifadə ən kiçik qiymət alırsa, onda birincidə olmalıdır 2A çıxılsın 3B bərabərdir 0. Buradan alırıq ki, 2A bərabərdir 3B. A bölünsün B bərabərdir 2-də 3. İkincidə ifadəsi ən kiçik qiymət aldıqda deməli 3A çıxılsın 4B bərabərdir 0. Buradan 3A 4B-yə bərabər olur və A bölünsün B nisbətini tapsaq 4 bölünsün 3 olacaq. Üçüncüdə ifadəsi ən böyük qiymət aldıqda deməli 7A çıxılsın 2B bərabərdir 0. 7A bərabərdir 2B. A bölünsün B bərabərdir 2 bölünsün 7. İfadəsinin ən böyük qiyməti 3 olar. İndi bu verilənlər əsasında variantları bir-bir uyğunlaşdıraq. Birinci, ifadəsinin ən böyük qiyməti 3 olar. İfadənin ən böyük qiyməti olması üçün məxrəc ən kiçik olmalıdır. Deməli, məxrəc ən kiçik 7 olmalıdır ki, cavabı 3 eləsin. Məxrəc ən kiçik 7, yəni A ilə B-nin cəmi ən kiçik 7 olur 2-də. 2-də A ilə B-nin cəmi ən kiçik 7 olur. Ona görə də A variantı 2-yə uyğundur. Daha sonra B variantında ifadənin ən böyük qiyməti 4-dür. İfadənin ən böyük qiymətinin 4 olması üçün məxrəci ən azı, deməli məxrəci ən azı olmalıdır 5. Məxrəc də ən azı 5 olur birincidə. Deməli B variantı 1-ə uyğundur. İfadənin ən böyük qiyməti 5-dir. İfadənin ən böyük qiymətinin 5 olması A və B-nin tam qiymətlərində mümkün deyil. Mümkün deyil, çünki şərtdə A və B-nin natural ədəd olduğu qeyd olunub. C variantı heç birinə uyğun olmur. 20 bölünsün A üstəgəl B ifadəsinin ən böyük qiyməti 8-dir. Deməli, məxrəc ən azı bu da mümkün deyil. 20 çünki 8-ə tam bölünmür. A, B natural ədəd olmur. Və axırıncı 27 bölünsün A üstəgəl B ifadəsinin ən böyük qiyməti 3-dür. Deməli, məxrəc ən azı olmalıdır 9. Məxrəc ən azı 9 olur 3-cüdə. Deməli, Y variantı da 3-ə gedir. 27-ci sualda 1B, 2A, 3Y olacaq. 28-ci sualda 28-ci sualın şəklini çəkək, daha sonra həllinə baxarıq. 28-ci sual. A, B, C, D 4 bucaqlı verilib. D, B bucaqları 90 dərəcədir. A bucağı 60 dərəcədir. AB 7 kök altında 3-dür. BC 5-ə bərabərdir. CD'nin uzunluğunu tapın. Burada deməli AB-ni və DC-ni uzatsa və onların uzantılarının kəsişmə nöqtəsini bir Y hərfi ilə işarə etsək, AYD 3 bucağı düz bucaqlı 3 bucaqdır və onun bir iti bucağı 60 dərəcədir, digər iti bucağı 30 dərəcə olacaq. 30 dərəcə qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Bunu YBS 3 bucağına tətbiq eləsək, YBS 3 bucağının da C bucağı 60 dərəcədir. Onda 30 dərəcə qarşısındakı katet 5-dirsə, hipotenuz, yəni YS 10-dur bu 3 bucaqda. BY isə 60 dərəcənin qarşısındakı katetdir və o digər katetdən kök altında 3 dəfə çoxdur. 5 kök altında 3. Və ümumi AYD 3 bucağına baxsaq, AYD 3 bucağının hipotenuzu 12 kök altında 3-dür. Onda 60 dərəcə qarşısındakı katet hipotenuzun kök altında 3 bölünsün 2 mislinə bərabərdir.
Ona görə də YD-nin uzunluğu bərabər olacaq 12 kök altında 3 vurulsun, kök altında 3 bölünsün 2. Bu da bərabərdir 18 olacaq. Deməli, YD 18, YS 10-dursa, SD'nin uzunluğu 8-ə bərabərdir. 28-ci sualda düzgün cavab 8 olacaq. 8 olacaq. 29 mərkəzi mərkəzi 4-2 nöqtəsində və K bərabərdir 3 əmsallı homotetriyada M2,5 nöqtəsi hansı nöqtəsinin çevrildiyi N nöqtəsinin koordinatını tapın. Homotetriyada o N bərabərdir 3 vurulsun o M şərti ödənməlidir. Homotetriyanın düsturuna görə burada 3 homotetriya əmsalıdır. Onda o N vektorunun komponentlərini tapsaq, N'in koordinatları x, y olsun, N nöqtəsinin koordinatları. Onda o N olacaq x çıxılsın 4 y üstəgəl 2 bərabərdir 3 vurulsun o M olacaq. 2 çıxılsın 4, yəni -2. 5 çıx -2, yəni 7. Onda x çıxılsın 4 bərabərdir -6. Y üstəgəl 2 bərabərdir 21. X bərabər -2. Y bərabər 19 olmalıdır. N nöqtəsinin koordinatlarının cəmini soruşur. Onda x və y-in cəmini tapsaq, -2-nin üstünə 19 gəlsək, cavab olacaq 17. Və sonuncu 30-cu sual. Orta xətti ise diaqonalları D1, D2 olan trapesiya verilib. A, B, C, D. Diaqonalları perpendikulyardır. Diaqonallar perpendikulyardır. Tutaq ki, AC D1, BD, BD'nin uzunluğu D2 olsun. Və orta xətt S bərabərdir kök altında D1 kvadrat üstünə gəl D2 kvadrat bölünsün 2 olduğunu ispat edin. Tutaq ki, kiçik oturacaq A, böyük oturacaq B olsun. Bu halda AC diaqonalına paralel olan xətt çəkək və DA-nı uzantısını çəkək və bunlar bir K nöqtəsində kəsişəcək. Onda KBD üçbucağı da 90 dərəcədir. Çünki bu B bucağı diaqonallar arasında qalan bucaqla uyğun bucaqdır və ya bir tərəfli bucaqla da 90 olduğuna əsaslandırmaq olar. Onda BSAK paralleloqramdır və paralleloqram olduğuna görə K-nın uzunluğu A-ya bərabərdir. KB-nin uzunluğu AC-yə, yəni D1-ə bərabərdir. BD-nin uzunluğu isə şərtdə verilib D2-dir. Onda Pifaqor teoreminə görə D1 kvadrat üstünə gəl D2 kvadrat bərabərdir A və B-nin cəminin kvadratına. A və B-nin cəminin yarısı C-yə bərabərdir. Şərtə görə orta xəttə bərabərdir. Onda A və B-nin cəminin əvəzinə 2C yazsaq, alarıq ki, D1 kvadrat üstəgəl D2 kvadrat bərabərdir 4C kvadrat. Buradan C kvadratı tapsaq, D1 kvadrat üstəgəl D2 kvadrat böl 4-ə. Hər tərəfdən kök alsaq, C bərabərdir kök altında D1 kvadrat üstəgəl D2 kvadrat bölünsün 2.